Kinoya maliyyə vəsait ayrılmamasından söhbət getmir. Sadəcə o Maliyyə Nazirliyi bildirib ki, 2025-ci ilin əvvəlinə 11 milyon manat qalıq olub, 2025-ci ilin də axırında 5 milyon manat qalıq olub. Mədəniyyət Nazirliyi də 2025-in axırına olan qalığın 26-cı ilə keçən layihələrlə bağlı olduğunu, ödəmələrlə bağlı olduğunu bildirib. Amma hər halda 2025-in əvvəlində olan 11 milyon manatlıq qalıq, xərclənməmiş vəsait kinomuz qarşısında çox böyük məsuliyyətsizlikdir. Aidiyyatı qurumların bu işə məsul şəxsləri ciddi analiz edilməlidir. Biz bu məsələni dəfələrlə qaldırmışıq ki, dövlətin ayırdığı vəsait xərclənmir. Bu da layihə müsabiqələrin gec-gec edilməsi, il ərzində ən azı 3-4 müsabiqə keçirilməlidir, layihə müsabiqəsi və filmlərin istehsalata buraxılan filmlərin sayı artırılmalıdır. Dövlətin ayırdığı vəsait imkan verir ki, 10 tam metrajlı film dövlət vəsaitinə istehsal edilsin. Və biz bu nəticəni görmürük. Və pul ildən ilə köçür. Və bu məsələni qaldıranda bizə etiraz edirdilər, amma indi məlum oldu ki, həqiqətən də belədir. Bu çox böyük məsuliyyətsizlikdir və bununla bağlı tədbirlər görülməlidir. Bununla yanaşı demək istəyirik ki, Maliyyə Nazirliyinin mövqeyi məntiqlidir, amma bu maliyyələşmənin dayanmasına səbəb olmamalıdır. Nəzarətin güclənməsinə səbəb olmalıdır və kadr siyasətinə böyük fikir vermək lazımdır. Kino sahəsinə aidiyyatı qurumlarda kino təhsili olmayan, kino təcrübəsi olmayan, kinoya yad adamlar var. Onlar işə naşı münasibətləri ciddi problemlər yaradır. Bununla yanaşı layihələrin gecikməsində bir də məsələ onunla bağlıdır ki, Kino Agentliyi ilə Satınalma Agentliyi arasında əməkdaşlıq, məhsuldarlıqla və əməkdaşlıq ruhunda qurulmayıb. Yəni Satınalma Agentliyi ilə Kino Agentliyi arasında birgə komissiya yaradılıb, bütün məsələlərə aydınlıq gətirilməlidir və lazım olsa lazımı treninqlərdə keçirilməlidir. Prodüserlər Satınalma Agentliyinin tələb etdiyi sənədlərin tərtib olunmasında səriştəsini artırılmalıdır ki, çünki bəzi hallarda istehsalata buraxılmış filmlər belə maliyyələşməsi gecikdirir, çünki sənədlər geri qaytarılır. Hətta belə olub ki, beynəlxalq kino tədbirinin vaxtı elan edilib, amma satınalma tərəfindən sənədlər qəbul olunmadığına görə sənədlər geri qaytarılıb.